Salam yoldaşlar, hər vaxtınız xeyir. Bu gün biz hədəfin dəqiqlikdə sualına baxmağa davam edəcəyik. Növbəti dəqiqimiz dəqiqə nömrə 10 aerohidrostatika, aerohidrodinamikadır. Başlayaq. 1. Təzyiq hansı cihazı özür? Termometrlə qüvvəni, hiqrometrlə rütubəti, aerometrlə sıxlığı, menzuruka ilə həcm ölçülür. Təzyiqi ölçən cihaz və maye və qazların təzyiqini ölçən cihaz manometr adlanır. İlk sualın cavabı B variantı. Atmosfer təzyiqini də ölçən barometr aneroididir. 2. Hidravlik presin iş prinsipi hansı qanuna əsaslanır? Pascal qanuna qapalı qabda olan maye və qazları xaricdə edilən təzyiq dəyişmədən maye və qazların bütün nöqtələrinə bərabər ötürülür. Növbəti sualımız yandakı sual 6. Təzyiq qüvvəsinin sabit qiymətində, yəni F bərabərdir konstant. Təzyiqin səthin sahəsi hansısa qrafiki. Təzyiq P hərfi ilə işarə olunurdu və qüvvənin sahəyə nisbətinə bərabərdir. Qüvvənin sabit qiymətində təzyiq sahədən tərs kütləsi asılı olur. Tərs kütləsində qrafiki bu formadadır. Cavabımız 6-cı sualda B variantı. 3. Hansı halda cisim mayedə üzər, qüvvələr bərabər olduqda? Qüvvələr bərabər olduqda cisim mayedə üzər. Cavab olacaq 3-də A variantı. Həm ağırlıq qüvvəsinin Arximed qüvvəsi bərabər olmalıdır, həm də mayenin sıxlığı cismin sıxlığına bərabər olmalıdır ki, cisim mayenin daxilində üzsün. Üçüncü sualın cavabı A variantı. Səthdə üzsə bu zaman mayenin sıxlığı cismin sıxlığından böyük olur. Yəni qüvvələr yenə bərabər olsa, F Arximed bərabər F ağırlıq, mayenin sıxlığı cismin sıxlığından böyük olsa bu zaman səthdə üzəcək. Bu şərtdə səthdə üzür, bu səthdə isə daxildə üzür. Hər bir halda qüvvələr bərabər olur. Üçüncü sualın cavabı A variantı. Növbəti sualımıza keçirik. 4. Cismin havadakı çəkisi 20 Newton, mayədə çəkisi 17 Newton olarsa, sıxışdırılan mayenin kütləsini hesablayın. Buradan Arximed kütləsinin əvəzi tapmalıyıq. P bərabər P0 çıxılsın F Arximed bərabərliyindən, yəni cismin mayədə çəkisi onun vakuum çəkisindən, havadakı çəkisindən Arximed kütləsi qədər az olur. Havadakı çəki 20 Newtondur, yəni P0 20 Newton. Mayədə çəki, yəni P 17 Newton. Yerdə qalan Arximedi buradan tapanda qiyməti P0-dan çıxıram P-ni, yəni 20-dən çıxıram 17-ni, cavab edir 3 Newton. Arximed kütləsi 3 Newtondur. Arximed kütləsini tapdıq 3 Newton. Sıxışdırıb çıxarılan mayenin çəkisi Arximed kütləsinə bərabər olur. Yəni Arximed kütləsi 3 Newton tapdıq. Deməli, sıxışdırıb çıxarılan mayenin çəkisi 3 Newtona bərabərdir. Bu zaman həmin mayenin çəkisini, yəni mg yazıram. Yəni bu m çıxışdan çıxarılan mayenin kütləsidir. Buradan m mayeni tapanda həmin bu 3-ü bölürəm j-nin qiymətinə 10-a. Bu da bizə verir 0,3 kiloqram. Qrama çevirəndə 1000-ə vururam. Çünki 1 kilo 1000 qramdır. Olur 300 qram. Deməli, 4-cü sualın cavabı C variantı olur. Əvvəlcə P bərabər P0 çıxılsın F Arximed bərabərliyindən F Arximedi tapdıq. Daha sonra sıxışdırıb çıxarılan mayenin çəkisinin Arximed kütləsinə bərabərliyindən sıxışdırılan mayenin kütləsinin qiymətini tapmış olduq. Cavab oldu 4-cü sualda C variantı. 7. Hidravlik presdə porşinlərin qüvvələrin nisbətini verib bizə 10. Porşinlərin altındakı təzyiqlərin nisbəti bərabərdir. Yəni porşinlərin altında təzyiqlər bir-birinə bərabər olur hidravlik presdə. Ona görə də nisbət olacaq 1. Orada təzyiqlərin nisbəti 1 də işlərin nisbəti 1-ə bərabərdir. Çünki işdə qazanc olmadığı üçün sadə mexanizmdə işdə qazanc yoxdur və porşinlərin altında təzyiqlər bərabər olduğu üçün hər ikisində nisbət 1 olur. 7-ci sualın cavabı C variantı. Növbəti suala baxsaq. Növbəti suala baxaq. 5. Hidrostatik təzyiq necə ifadə olunur? P bərabərdir rho J H düsturu ilə. 5-ci sualın cavabı B variantı. 8. Təzyiqin vahidinin əsas faktinin ifadəsi. Təzyiq dedik ki, P bərabər F böl S. Yəni, təzyiqin vahidi paskaldır və qüvvənin vahidi Newtonun, sahənin vahidi metrin kvadratına nisbətinə bərabərdir. Newton nə idi? Newton qüvvənin vahididir və qüvvə F bərabər MA, yəni 1 Newton bərabərdir kütlənin vahidi kiloqram vur, təzyiqin vahidi metr böl saniyənin kvadratı. Gətirib burada Newtonun yerinə qoyanda olur
Kiloqram vur metr böl saniyə kvadratını yenidən metr kvadratı bölürəm. Bu da qalır kiloqram böl metr vur saniyə kvadratı. Deməli, əsas vahdlərin ifadəsi kiloqram böl metr vursun saniyə kvadratıdır. 8 sual cavabı belə işlə D variantı olur. İlk səhifənin suallarına baxdıq. Keçirik ikinci səhifəyə. 9. Dağın dibində atmosfer təzyiqi 760 milli civə sütunudur. Təpəsində isə 720-dir. Bu zaman dağın hündürlüyünü deyir tap. E, Hündürlüyə qalxdıqca atmosfer təzyiqi hər 12 metrdə 1 millimetr civə sütunu azalır. Yəni P bərabərdir. P0 çıxılsın H bölünsün 12 düsturu ilə gedə bilərik. Belə bir düsturla qiymətimizi tapa bilərik. İndi burada atmosfer təzyiqi hündürlükdə təpədə 720-dir. Yəni 720 bərabərdir. Normal atmosfer təzyiqi 760-dır. Çıx H bölünsün 12. 720-dən 760 çıxanda qalır burada 40. H bölünsün 12. H bərabər olur 12 vurulsun 40. 12-ni 40-a vuranda cavab edir 480. Deməli 480 metr hündürlükdə bizim normal atmosfer təzyiqi 760-dan 720-yə düşmüş olur. 9 sualın cavabı olur B variantı. 10. Cismin sudakı çəkisi Arximed qüvvəsindən 2 dəfə çoxdur. Yəni cismin sudakı çəkisi Arximed qüvvəsindən 2 dəfə çoxdur. Bu zaman onun sıxlığını deyir tap. P bərabərdir 2 F Arximed. İndi buradan P bərabərdir P0 çıxılsın F Arximed. Bunu 13'ü yazaq, sonra qayıdaq ona aşağıdan rahat bir şəkildə yazarıq. 13. Mayenin hidrostatik təzyiqinin maya hündürlüyündən asılı qrafiki P bərabərdir rho GH pH-dan düz mütənasib asılıdır. Cavabımız olur 13-cü sualda B variantı. Keçək indi onu rahat bir şəkildə yazaq. Aha. Deyir, sudakı çəki P Arximed qüvvəsindən 2 dəfə çoxdur. Bərabərimizi yadımıza salaq. P bərabər P0 çıxılsın F Arximed. İndi buradan P-nin yerinə 2F Arximed yazdığımda olacaq 3F Arximed bərabərdir P0. Yəni 2F Arximedin üstünə 1F Arximed gəldi, oldu 3F Arximed. Deməli, P0, yəni cismin vakuumuna çəkisi ağırlıq qüvvəsindən bərabər olur. Hər ikisi emişə. Deməli, ağırlıq qüvvəsi Arximed qüvvəsindən 3 dəfə çoxdur. P0 3F Arximed olduğundan F ağırlıq da 3F Arximedə bərabərdir. Burada belə bir bərabərlik ödənir. F axırlığın F Arximedə nisbəti bərabərdir cismin sıxlığının mayenin sıxlığına nisbəti. Bu bərabərlik ödənilir. İndi F ağırlıq F Arximeddən 3 dəfə olduğu üçün rho cismin rho maye nisbəti 3-ə bərabərdir. F ağırlığın yerinə 3 F Arximed yazdıqda F Arximedlər gedir, qalır 3. Deməli, nisbət olur 3. Buradan da mayenin sıxlığını tapanda, daha sonra cismin sıxlığını tapanda mayenin sıxlığını bizə verib 3 rho mayeye bərabərdir. Yəni 3 vurulsun 1000, cavab olur 3000. Deməli, cismin sıxlığı 3000 kiloqram bölünsün metr kubdur. 13 sualın cavabı ilə C variantı olur. Növbəti sualımıza baxaq. 11. Şəkildəki boru ilə maye hərəkət edir. Aha. Mayenin sürəti borunun ən kəsin sahəsilə tərs mütənasibdir. Yəni, belə bir bərabərlik V1 bölü V2 bərabərdir S2 bölünsün S1. Burada S2-nin yerinə yazıram 3S, S1-in yerinə yazıram H nisbət olur 3. V2-ni də bizə verib 4. Onda V1 tapanda V1 bölü V2 bərabərdir 3. V2-nin yerinə də 4 yazanda onda V1-in qiyməti neçə olacaq? 3 vurulsun 4 deməli cavab olur 12. Cavab olur 11-ci sualda A variantı. 14. Kütləsi 200 qram olan mantar parçasını suda 2 metr dərinlikdən 6 metr dərinliyə batırdıqda Arximed qüvvəsi necə dəyişər? Arximed qüvvəsi batma dərinliyindən asılı deyil. Mayenin sıxlığından, sonra düsturdan, yəni F Arximed bərabər rho maye və J. Burada V cisim və yaxud və ya V batan. Yəni cismin həcmindən bir də mayenin sıxlığından asılıdır.
batma dəlilindən asılı deyil və yaxud cismin sıxlığından asılı deyil. Mayenin sıxlığından asılıdır. 14 sualın cavabı belə işdə A variantı olur. Keçək növbəti sualımıza. 12. Təzyiq qüvvəsini dəyişmədən səthin sahəsini %4 metr kvadrat azaltdıqda təzyiq 6 dəfə artmışdır. İlk anda səthin sahəsi nə qədər olmuşdur? Deməli, təzyiq qüvvəsi sabitdir deyir bizə. Səthin sahəsini %4-dən %4 azaltdıq. S2 bərabər S1 çıxılsın %4. Deyir ki, təzyiqi də 6 dəfə artır. P2 bərabər 6P1. P bərabərdir F bölünsün S düsturuna görə təzyiq sahədən tərs tanası vasitədir. Yəni, təzyiq 6 dəfə artırsa, sahə tərsindən 6 dəfə azalmış olur. Mən sahə 6 dəfə azalıb ki, təzyiq 6 dəfə artır. Onda S2 bərabər olur S1 bölünsün 6. Sahənin ikinci qiyməti birinci qiymətindən 6 dəfə azdır. Həmçinin demişdik şərtdə S2 bərabər S1 çıxılsın %4. İndi S2-ləri bərabərləşdirsək, S1 bölünsün 6 bərabər S1 çıxılsın %4. Hər tərəfə 6-ya vuranda 6-lar burada gedir, qalır S1 bərabər 6S1 vuruz çıxılsın. 6-nı vuranda %4 olur, 0,24. İndi 6S1-dən 1S1 çıxanda qalır, 5S1 bərabərdir %24. S1 bərabər olacaq %24-ü böləcəyik 5-ə. %24-ü də 5-ə böləndə bizim qiymətimiz necə olacaq? %24-ü 5-ə böləndə qiymətimiz olur 1000-48. Deməli, sahənin qiyməti 1048 metr kvadrata bərabərdir. Onun üçün sualın cavabı belə işdə C variantı olur. Və sonuncu sualımız, yəni testanın sonuncu sualı. 15 hündürlüyü 10 sm olan maye sütunun qabın dibinə göstərdiyi təzyiqi bizdən hesab edilir. P bərabərdir rho H düsturumuz. Hidrostatik təzyiq. Rho, yəni mayenin sıxlığı 800, J 10, H da hündürlüyümüz də 10 santimetrə, yəni 0,1 metrə bərabərdir. Metrə çevirəndə santimetri qiyməti 100-ə bölürük. 0,1 metr. Bu da bizə verəcək 10 ilə 0,1 vurulur, qalır 1. 800 vuranda 1-ə cavab olur 800. Bu 800 paskal. Amma bizə cavablarda kilopaskalla ifadə elədir. Kilopaskalla ifadə edəndə qiyməti 1000-ə bölməliyik. 800 bölürük 1000-ə. Bu da bizə verir 0,8 kilopascal. Deməli, cavab olacaq 0,8 kilopascal, yəni B variantı 15-ci sualın cavabı. Növbəti videolar paylaşılacaq. İzləmədə qalın. Özünüzdən müğayət olun yoldaşlar. Sağ olun.